Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. MHM Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi Əsmər müəllim. Deməli, daha bir sualın izahına baxacağıq. Sizlə morfologiya bölməsi, əvəzlik bəhsi. Sualın şərtinə nə istəyir? Hansı cümlədə əvəzliyin iki müxtəlif məna növü aid nümunə var? Əvəzliyin məna növləri xatırlayırsınız. Şəxs əvəzlikləri, işarə əvəzlikləri, təyin əvəzlikləri, sual əvəzlikləri, qeyri-müəyyən əvəzliklər. Əvəzlik çox maraqlı bir bölmədir. Öyrənməyiniz şərtdir. Çünki əvəzlik bölməsi əksəriyyət hissələrin içərisində özünü göstərir. Məsələn, cümlə üzvlərinin içərisində özünü göstərir. Eyni zamanda, məsələn, sadə cümlənin şəxsə görə növlərində, eyni zamanda tabeli və tabesi mürəkkəb cümlənin tərkibində, yəni əvəzlik bölməsi əksəriyyət hissələrdə özünü göstərir. Ona görə əvəzliyi sən nə olduğunu bilməlisən. Əvəzliyi ayırmağı, müəyyən etməyi bacarmalısan. Mən hiss edirdim ki, bax, indi başlayan kimi şəxs əvəzliyi. Qızbəz xalanın nə isə bir gileyi var. Bax, burada hiss etmək feildir, ki, bağlayıcıdır, köməkçidir. Qızbəz insandır. Xala bu heç. Bir gileyi var. Bax, burada sadəcə əvəzlik dəyən gözümə mən və nə isə əvəzliklərdir. Mən bilirsən ki, şəxs əvəzliyidir, kimsə nə isə qeyri-müəyyən əvəzlikdir. İki müxtəlif məna növü deyirdi, bəli, götürə bilərəm. Onlara 1000 dəfə öz canımı verməyə hazır idim. Aha, burada hansı məna növü var? Onlar şəxs əvəzliyi, düzdür? Öz təyin əvəzliyi. Aha. Verməyə hazır idim. Götürə bilərəm, bəli. Sonra, cavanlığımın onlara qurban getməsi heç mənim ağlıma da gəlmədi. Bax, bu heç tək versiyada işləndikdə ədatdır. Heç kim şəklində olanda əvəzlikdir. Amma heç kimdən də ehtiyatlı olmaq lazımdır. Ola bilər ki, heçi yəni kimlə birlikdə yox, ayrıca işlətmiş olsun. Cümləni oxuma şərtin çox asılıdır oradan. Yəni cümləni düzgün şəkildə oxumaq lazımdır, düzgün intonasiya ilə. Ağlıma da heç, mənim ağlıma da gəlmirdi. Burada yenə də mən var, şəxs əvəzliyidir. Onlar da şəxs əvəzliyidir, mən də. Hər ikisi eyni məna növüdür. Ona görə bunu götürməyəcəm. Etiraz etdi ki, mən səninlə bir yerdə otura bilmərəm. Mən və sən, hər ikisi şəxs əvəzliyidir, düzdür? Axı müxtəlif məna növü lazımdır mənə. O, bu sözləri elə yanıqlı bir səslə dedi ki, tükləri mürpədi. Bax, elə yanıqlı bir səslə. Necə? O şəxs əvəzliyi, bu və elə işarə əvəzliyi. Hər ikisini götürə bilərəm. Müxtəlif məna növü istəyirdi məndən. Bəli, cavab 1, 2 və 5.